O, öz qarşısında toplaşmış cəmaata buyurdu: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, ona dost olana sən də dost ol. Ona qarşı düşmən olanla düşmən ol. Ona kömək edənə kömək et. Onu xar etmək istəyəni xar et." Sonra buyurdu: "Mən hər kimin peyğəmbəriyəmsə, Əli də onun əmiridir." Yenə buyurdu: "Mən və Əli tək bir şəcərədənik. Digər insanlar isə müxtəlif şəcərələrdəndir." Və onu özü üçün Harunun Musanın yanındakı məqamına təyin edərək buyurdu: "Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Lakin məndən sonra heç bir peyğəmbər olmayacaq. Aləmlər qadınlarının seyyidəsi olan qızını ona